Salam dəyərli abituriyentlər, bugünkü mövzumuz zərfdir. Yəni biz həmişə bir yerdə keçdiyimiz sifət və zərf bölməsində onları ayırmağa ehtiyac duydum. Niyə? Çünki zərfin də özünə məxsus test nümunələri var. Deməli, ilk öncə bu zərfin girişləri və dərəcə hissələri sifətlə eyni olduğuna görə bu hissələri çalışacağam biraz daha sürətli keçək ki, yorulmayaq deyə. Əsas məqamlarda biraz dayanacağıq. Deməli, zərf hərəkətə aiddir, yəni feilə aiddir, onun necəliyini bildirir. Daha sonra deyirik ki, zərflərin dərəcələrinə fikir verir. Sifətdə öyrəndiklərimiz, onların düzəlmə metodları, biz sifətdə yadınıza gəlirsə 2 dənə sual vermişdik. Dərəcə necə düzəlir və dərəcəni necə tapım. Eyni tətbiqi mən yenə də burada tətbiq edəcəm. Dərəcə necə düzəlir və necə tapım. Hətta düsturları belə, yəni şəkilçiləri, düzəlmə yolları və testlərdə olan o keywords məsələləri var. Onlar demək olar ki 99% eynidir. Başlayırıq hansı dərəcə ilə? Adi dərəcə ilə. Deməli, adi dərəcədə biz demişdik ki, sifətdə 3 dənə bağlayıcımız var. As, not, so, as məsələsidir. Bir də orada nəyə diqqətlə fikir vermişdik? So, as deyilən bir bağlayıcı yoxdur, onun inkarı mövcuddur. Not, so, as. Sifətdə necədirsə, zərfdə də eyni ilə təkrarlanır. Daha sonra isə gəldik ikinci bir hissəyə. Very, to, so, such, quite, rather, enough, so. Bunları görsəm, bunlar da necə ki, adi dərəcədə sifət götürürdümsə, eyni ilə adi dərəcədə zərflərdən danışırıq. Sadəcə olaraq sifətin zərfdən fərqi ondadır ki, bir dənə tərcüməyə fikir verin. Mr. Brown thinks very highly of himself. Yəni, buradakı highly məsələsi, yəni dərəcə məsələsi xəbərə aiddir. Feili təyin edir. Ona görə biz burada zərf qoyuruq. Yox, ismi təyin eləsəydi, biz burada adi dərəcədə sifət yazacaqdı. Yəni, istər düstur olsun, istər düzəlmə metodu olsun, hamısı eynidir. Daha sonra isə davam edirik. Burada enough məsələsi var. Deməli, enoughla 3 nitq hissəsi işlənir. Bir daha üstündən keçək. Sifət, zərf və isim. Sifət, zərf enough'ın önündə gəlir. İsmi isə enough'dan sonda gəlir. Bu məsələyə də çox diqqətlə fikir veririk. Bax, eyni ilə bu qaydada. He drives carefully enough. Əgər carefully gətirib bu hissədə qoysa, tamamilə yanlışdır. Daha sonra isə gəldik nəyə? Biz adi dərəcədən bildik ki, adi dərəcədə düzəlmə düsturu yoxdur. Yəni, bütün sifətlər adi dərəcədədir. Bütün zərflər adi dərəcədədir. Müqayisə ilə üstünlüyü düzəldəndə isə onların öz şəkilçiləri var. Burada diqqət yetiririk. Hələ ki, biz sifətlə demək olar ki, paralel gedirik. Bir fərqli məqamımız yoxdur. Gəldiyində isə müqayisə dərəcəsinə the comparative degree 2 cür düzəlir. Bir, ikinci isə more. Sözün sonuna artırılır. More isə çox heyecalı zərflərin önünə artırılır. Buna diqqətlə fikir veririk. Üçüncü bir metodda nədir? Kökündən dəyişmək. Biz sifətdə də bunu görmüşdük ki, 4 dənə sifətimiz var idi ki, bunlar kökündən dəyişirdi. Burada da eyni ilə 4 dənə zərf var ki, kökündən dəyişəcək. Davam edirik. Burada adi dərəcə nümunələri də yazdım. Məsələn, fast, bir heyecalıdırsa, erlə düzəltdim, fastdır məsələsi. Yəni, eyni bir şeydir, fərqli bir şey yoxdur. Vaxt itirmədən gəldik nəyə? Deməli, deyik ki, digər zərflərin müqayisə dərəcəsi more. Digər deyəndə nəyi nəzərdə tutur? Çox heyecalı. Yəni, bir heyecalıdırsa erlə, çox heyecalıdırsa more-la düzəlirik. Carefully, more carefully. Attentively, more attentively. Deməli, bax, bu hissəyə mütləq şəkildə fikir vermək istəyirəm. Ümumən, hansı qayda kitabı olursa olsun fərq eləmir. Qayda oxuyanda, əgər orada qeyd görülürsə və yaxud da ki, qara şriftlə yazılıb, fərqli kursiv verilibsə, ora diqqətimizi daha çox yönəldirik. Məsələn, burada deyik ki, bizə elva ilə bitən düzəltmə zərflərin müqayisə dərəcəsi həmişə more-la düzəlir. Yəni, slow sifətdir, bir heyecalıdır. Ona elvay artırdıqda sight artımı baş verir. Söhbət pronunciation-da, yəni tələffüzdən gedir. Slow, slowly. I artdığına görə avtomatik çox heyecalı olur və elvaydırsa, sifətdən zərf düzəlibsə, bu more-la düzələcək. Üstünlüyü də most-la düzələcək. Aydındır. Sonra bu hissəyə isə daha çox diqqət yetirirəm. Niyə? Məsələn, tələbə deyir ki, və yaxud da ki, abituriyent deyir, ay müəllim,
Siz demişdiniz Elva ilə bitirsə, mütləq şəkildə mən nə edəcəm? Morla düzəldəcəm. Bütün sözlərdə xeyr. Bax, bu hissəyə bir dənə fikir verin. Ağ deyə bir kök varmı? Ör deyə bir kök varmı? Yox. Deməli, bunun özü bir kökdən ibarətdir. Fikir verirsiniz? Silly, ugly. Yəni, mən buna sonradan artırmamışam. Bax, bunlarda bəli, sonradan artırmışam. Sözün kökü slowdur, mən Elvay artırmışam. Sözün kökü ağ deyil, sözün kökü uglydir, sillydir. Bir hecalı sayılır və ona görə də nə edirəm? Fikir verin, artırıram. Burada isə çox hecalıdır. Slowly. Görürsünüz, sayt artımı baş verib. Daha sonra isə gəldim nəyə? Biz bayaq dedik ki, müqayisə dərəcəsi 3 yolla düzəlir. Bir hecalı, çox hecalı və kökündən dəyişənlər. Kökündən dəyişən hissələrə bir dənə diqqətlə fikir verin. Deməli, yoldaşlar, indi isə gəldik nəyə? Biz demişdik ki, zərflər 3 yolla düzəlir. Adi, yəni bir hecalıların, çox hecalıların və kökündən dəyişənlərin. Yoldaşlar, bu hissəyə fikir verin. Sifətlə müqayisə eləsək, sifətdə birinci sözümüz quduydu, burada isə veldir. Sifətdə birinci sözümüz bəd idi, burada bədlidir. Little eynidir, much da eynidir. İndi gəldik müqayisə dərəcəsinə. Bu hissəsi tamamilə oxşardır. Better, worse, less, more. Aydındır. Bu deməli, üstünlük dərəcəsində də orada fikir verəcəyik. Article məqamında fərq verəcəyik. Niyə? Onda vaxtı çatanda deyəcəyik. Deməli, müqayisə dərəcəsinə dair olan açar sözlərimiz sifətlə eynidir. Dən bağlayıcısı, much, a little, a bit, a lot, ondan sonra bunların hamısı nədir? Açar sözlərindir. Hətta between belə olsa, iki nəfər arasında və yaxud da ki, iki hərəkəti bir-birinə müqayisə eləsək, yəni nə görürüksə, açarlar eyni gedir. Deməli, gəldim nəyə? Üstünlük dərəcəsinə eynidir. Tək hecalılar S-lə, çox hecalılar most-la, kökündən dəyişən. Bax, o 4 dənəni müqayisə eləsək, kökündən dəyişən 4 dənə zərfimiz var. Yoldaşlar, fikir verin, sifəti izah eləndə deyirik ki, tək hecanın sonuna S artırıram, çox hecanın önünə most artırıram və mütləq dərəcədə həmin sifətin önünə Z artiklı artırıram. Z-siz üstünlük dərəcəsi düzgün sayılmır. Amma yoldaşlar, mən bunu deyəndə o artikl məsələsini deyə bilmirəm. Niyə? Çünki kiçik bir xatırlatma eləyək. Artikl hansının hissəsinə aiddir? İsmə. Deməli, sifətdə ismə aid olur, artikl da ismə aid olur. Amma zərf feilə aiddir. Biz burada zərfin üstünlük dərəcəsində Z artiklı yazsaq, deməli, belə çıxır ki, bəli, bu zərf feilə aid olur, artikl da feilə aiddir. Xeyr. Artikl feilə aid olmadığı üçün biz burada Z artiklını atırıq, işlətmirik. The most attentively deyə bilmərik. Çünki artikl ismə aiddir. Davam edirik. Aha. Bizim o kökündən dəyişən həmin bu dörtlü kompozisiyamızın tam versiyası. Well, müqayisəsi zaten eynidir. Better, üstünlük dərəcəsi best. Fikir verin, Z-sizdir. Niyə? Əgər mən besti Z-siz görürəmsə və onu tərcümə edirəm, bu feilə aidsə zərfdir. The best yazsa, mən isim axtaracam. Niyə? Çünki artikl ismə aiddir, mütləq olmalıdır. Fikir verin, worst, Z-si yoxdur. Niyə? Çünki zərfdir. Least, most məsələsi. Aydındır. Davam eləyək nə ilə? Keywords məsələləri ilə. Yəni, mən nələri görsəm zərf götürəcəm. İsimlə demək olar ki, eynidir. Have evə, has evə, had evə. Burada bizə bilsiz nəyi demək istəyir? Məsələn, biz belə deyək, qaydanı təzə-təzə keçirik. Yəni, isim keçmişik, sifət keçmişik və bu gün zərfi keçirik. Ümumi keçməmişik. Feildən bizim xəbərimiz yoxdur, zamandan bizim xəbərimiz yoxdur. Ona görə belə bir düstur kimi deyirik ki, əgər cümlədə have evə varsa, has evə varsa, had evə varsa, biz mütləq bitmiş zaman götürürük. Bəs yaxşı, deyəlim ki, biz bütün qrammatikanı bilirik. Bunu necə izah eləyərəm? Yoldaşlar, əgər o cümlə indiki bitmiş zamandırsa, indiki bitmiş necə düzəlir? Have üstəgəl participle. Əgər indiki bitmiş zamandırsa, üstünlük dərəcəsi götürəcəm. Orada among varsa, in, at, on sözönüsü varsa, nə götürəcəm? Zərfin üstünlük dərəcəsi götürəcəm. Of, all of, one of. Təbii ki də bunlar nə istəyir bizdən? Üstünlük dərəcəsi. Bura qədər demək olar eyni gəlir. İndi isə
əsas bizə lazım olan və mənim zərfi sifətdən ayırıb sizə niyə görə ayrı keçmə səbəbim bax buradan davam eləyəcək. Deyir ki, bizə ly, yəni zərf düzəldən şəkilçi. Deməli, mən bunu beynimə belə yazıram ki, harda ly gördüm, zərfmi düzəldir? Xeyr. Və burada çox ehtiyatlı olmaq lazımdır. Sifətlərə ly artırıldıqda zərf olur. Sifətlərə ly artırıldıqda zərf olur. Səd bir hecalıdırsa, sədli çox hecalıdır. Fikir verin, biz bunu müqayisə dərəcəsində və üstünlük dərəcəsində vurğuladıq ki, əziz yoldaşlar, bu hissəyə diqqətlə fikir verin. Tək hecalı sifətə ly artırdıqda müqayisə dərəcəsi morla, üstünlük dərəcəsi mosla düzəlir. Niyə? Çünki çox hecalı olur. Tələffüzdə sait artımı baş verir. Ly ilə tələffüzdə sait artımı olur. Li, məsələn, slow, slowly, o-i. Və gördünüz, sait artımı baş verdi. Yəni, təkdən çoxa doğru getdi. Aha, burada özümü kodlayıram ki, ly zərf düzəldir. Kodladım. Amma demirəm %100. Baxın, gəldim əsas məsələyə. Burada da mənə deyir ki, ehtiyatlı ol. Ly, yəni sonra ly ilə bitir. Hamısı zərf yox, həm də nədir o? Sifət olan sözlər də var. Lovely, early, silly, friendly, elderly, crowdly. Bu formada, iminli bunlar daha çox işlənənlərdir. Təbii ki, yəni bundan qısıtlanmır. Yəni bundan da bəziləri var. Bizim testlərdə görəcəyimiz məqamlar bunlardır. Ki, bunları biz əzbərləməliyik. Görən kimi deməliyik ki, bu lonelydir, bu sifətdir, bu crowdlydir, bu earlydir. Bunlar sifətdir, zərf deyil. Və bizdə testdə istəyən məqamları bunlardır. İndi sual verə bilərsiniz ki, yaxşı, biz bunları zərf kimi işlədə bilərikmi? Bəli, in a way, in a manner. Yəni, onları gətirib bunun ortasında işlətdikdə olur zərf. Bu bir elə bir ki, qəlibdir. Hazır bir formadır. Sözü tətbiq edib yazıram. Məsələn, they greeted us in a friendly way. In a friendly way. Artıq zərfdir bu. In a way sözünü yazmasam, friendly yazsam, bu sifət olur. In a friendly way yazsam, bu nə olur? Zərf olur. Davam edirik yoldaşlar. Baxın, bu da can alıcı məqamlardandır. Bizim daha çox qarışdırdığımız, çaşdırdığımız, zərfə dair düşən əsas hissələrdən biridir. Sizə belə bir şey izah etmək istəyirəm. Biz deyirik ki, zərf hərəkət bildirir və onu təyin edən nitq hissəsi isə, daha doğrusu feil hərəkət bildirir, onu təyin edən nitq hissəsi isə zərfdir. İndi bir sual ortaya çıxır. Bütün feillərin hərəkət bildirir. Orada bir dayanıram. Deməli, mən hərəkətləri, daha doğrusu mən yox, oxuduğum xarici mənbəyə əsasən, orada deyir ki, feillər iki yerə bölünür. Action verb and non-action verb. Nə deməkdir bu? Hərəkətli feillər, hərəkətsiz feillər. Baxın, zərfi əslində biz burada qayda deyəndə biraz ehtiyatlı olmalıyıq. Belə deməliyik. Hərəkətli feilləri zərf təyin edir. Çünki orada hərəkət var və onu zərf təyin edir. Hərəkətsiz feilləri isə sifət təyin edir. Bunu qayda kitablarında belə deyirlər. Bəzi feillər sifətlə təyin olunur. Əslində onun izahı var. Niyə sifətlə təyin olunur? Çünki hərəkətli feildirsə, orada bir hərəkət var. Məsələn, qaçmaq, tullanmaq, vurmaq, qışqırmaq və bunlar nə etmək sualına cavab verir və bu hərəkətli feil. Orada bir hərəkət var və bunu zərf təyin edir. Amma yox, bunlarda isə hiss həyəcan bildirənlər, anlıq hərəkətlər, yəni bunlarda heç bir hərəkət yoxdur. Yəni ona görə biz deyirik ki, non-action verblər, yəni bunlar nədir? Sifət təyin edir. Məsələn, be, become, get, turn, remind, stay, sonra look, taste, smell. Bu hissələrə çox diqqətlə fikir verir. Be görsəm, become görsəm, mütləq nə götürürəm? Sifət götürürəm. Məsələn, burada da nümunədə nə yazıb? You were not. Deyirsiniz ki, mən burada feildir. Onda zərfimi yazacağam. Qətiyyən mən burada adi dərəcə yazacağam. Daha sonra isə diqqəti yönəltmək istədiyim məqamlardan biri də bax bu feillərdir. Niyə bunları oradan ayırdım? Çünki bu feillərin iki cür tərcüməsi var. Məsələn, taste, dadmaq, bir də dadır. Məsələn,
Anam yeməyin dadına baxır. Dadına baxır. Deməli, burada bir hərəkət var. Əgər tərcümədə dadına baxmaq kimi etsək, bunu zərf təyin edəcək. Yox, yemək yaxşı dadır desəm, onu sifət təyin edəcək. Eyni ilə look, smell, see və smell. Məsələn, look bir baxmaq mənası var. Mən görürəm, baxıram, yaxşı görürəm, yaxşı baxıram. Bir də var ki, görünmək mənasında. Sən solğun görünürsən, sən yaxşı görünürsən və yaxud da ki, sən pis görünürsən. Bax, burada isə görünmək mənasında sifət təyin edəcək. Bu hissələrə mütləq şəkildə önəm verir. Məsələn, smell-dir, bu sim hissəsi də eyni şeydir. Smell, iyləmək, iyləmək. Məsələn, it yaxşı iyləyir. Amma bir də deyirəm ki, iylənmək, yəni qoxusu gəlmək mənasında. Gül yaxşı iylənir. İylənir mənasında, qoxusu gəlir mənasında sifət təyin edir. Amma iyləmək, məsələn, it yaxşı iylər, orada bir hərəkət var və onu zərf təyin edir. Bu hissəyə çox diqqətlə odaqlanın, testlərimizin əsas hissəsidir. Baxın, burada qeyd hissəmizdə də bunu bizə bu bildirir. Fikir verin. Bax. Tasty 2 cür verir. Look'dur 2 cür verir. The soup tasted bad. Soup pis dadır. Bir də deyirəm ki, I tasted soup carefully. Mən dadıram, dadına baxıram. Yemək dadır. Deməli, bu sifətdir, bu zərfdir. Bu qədər bəsit. Davam edək. Deməli, bu elva ilə olan məsələdə bir məqama da fikir verməliyəm. Bax, bunlar bizə çox lazım olacaq. Deyək ki, bəzi sifətlər vardır ki, elva şəkilçi qəbul etmədən zərf kimi işlənir. Yəni, bu zaten belə deyək də, zərf kimi də işlənsə, sifət kimi də işlənə bilər. Yəni, bu sifətlər forma etibarı ilə zərflə eynidir. Bəs necə fərqləndirəcəm? Təbii ki də tərcümə edəcəm. Feili təyin etsə, feilə aid olsa, bu zərfdir, ismə aid olsa sifətdir. Deməli, bu sözlər sifət və ya zərf olduğunu işlənmə yerinə görə təyin edilir. Mütləqdir ki, burada işlənmə yerindən əlavə biz bunu tərcümə etməliyik. Etməsək təbii ki də bilməyəcəyik. Əgər bu sözlər ismin qarşısında gəlibsə sifətdir, feildən sonra gələrsə nədir? Zərfdir. Davam edək. Bu hard məsələsi ilə bağlı biraz biz çaşqınlığa düşürük. Əslində eyni temp, eyni belə deyək də formada gedir. Hard həm deyil sifətdir, həm də zərfdir. Bir dənə tərcümələrinə fikir verin, tamam fərqli tərcümə verir. Burada çətin, ağır sifət kimi, amma digərində isə əzmlə, səylə, güclə mənasındadır. Məsələn, desəm çətin tapşırıq, məsələn, ismin qarşısında işlətdim, a hard task, çətin, ağır mənasında. Amma gətirib mən onu feilə qoysam, to study hard, yəni çox çalışmaq, çox oxumaq, əzmlə, səylə mənasında zərfdə başqa cür tərcümə olunur, sifətdə başqa cür tərcümə olunur. Və burada bir dənə də məqam ortaya çıxır. Mən harda elvay artırsam, onda necə olacaq? Yoldaşlar, buna çox diqqətlə fikir verin. Biz demək olar ki, bir çox bölmədə bu hardly məsələsindən tanış olacaq. Ən əsas da inkar cümlələr, yəni negativ sentence keçəndə bu mənim əsas belə deyək də işlətdiyim o şeylərdən olacaq, sözlərdən olacaq, ifadələrdən olacaq. Hardly, əgər elva ilə yazsansa, hardly cümləni müstəqil şəkildə inkara çevirir. Hardly olan cümlədə ikinci bir inkar ola bilməz. Mən burada deyə bilmərəm, I can't hardly, qətiyyən səhvdir. Və fikir verin, mən nəyə görə burada tək-tək cümlələri oxuyuram? Bəzən biz önəm vermirik ki, gözləyirik ki, bütün kitab başdan başa qara ilə yazılsın, qaydalar qara ilə deyilsin. Xeyr, burada zaten deyir, ikinci inkar işlətmək olmaz. Deməli, biz bunu dəftərimizdə qeyd aparırıq, qeyd, qoşa nöqtə, hardly cümləni tamamilə inkara çevirir, cümlədə ikinci inkar işlətmək olmaz. Bax, bu mənim nəyimdir? Əsas qaydamdır. Davam edirik. Bu məsələ hayda da var. Hay deyib sonra digər qaydaya keçək. Həm sifət kimi olur, həm zərf kimi olur. Sifət kimi məndə hündür, yüksək mənasında olur. Zərf kimi isə daha hündürə, yüksəyə mənasında. Çünki orada bir hərəkət var, daha mənasında işlənir. Deməli, a high building hündür bina. Desək ki, to jump high tullanmaq, hündürə tullanmaq zərfə aiddir. Hündürə tullanmaq mənasında.
Bir dənə unutdum bu hissəndə deyək ki, highly isə təkcə zərfdir. Necə ki, hardly məsələsi, hard həm sifət idi, həm zərf idi. Elənçinə də high məsələsi həm sifətdir, həm zərfdir. Amma ly ilə olan isə bir dənə fikrin yüksək dərəcədə, yüksək səviyyədə. High. She thinks highly. Daha yüksək səviyyədə düşünür. Yüksək, daha da yüksək mənasında. Aha, digər mənim zərflərim late həm sifət, həm zərfdir. Gec, gecikmə. Həmən onu necə seçəcəm? Təbii ki də yerinə görə seçəcəm, tərcüməsinə görə seçəcəm. İsmə aid olsa, ismin qarşında işlənirsə bu sifətdir. Feilə aiddir, feildən sonra işlənirsə zərfdir. Lately məsələsində isə son zamanlarda, artıq bu belə deyək də late-ə heç bir aidiyyəti yoxdur. Lately ayrı bir sözdür. Son zamanlarda mənasında işlənir. Daha sonra isə gəldim near məsələsinə. Near eyni ilə davam edirik. Həm sifət, həm zərfdir. Yaxın, yaxınlıqda deməkdir. İsmin qarşındadırsa bu olur sifət. Feilin yanındadırsa olur zərf. Nearly isə, fikir verin, nearly isə təxminən deməkdir. Bu esselerimizdə də daha çox işlədə bilərik. Məsələn, about-u nə qədər işlədə bilərik? About təxminən mənasında, haqqından mənasında. Approximately də verə bilərik buna sinonim və nearly də işlədə bilərik. Təbii ki də biz bilirik ki, essedə təkrara yol verməmək üçün o həmin sözlərin sinonimlərindən də istifadə edirik. Məsələn, bunu biz yaddaşımızda saxlaya bilərik. Çox gözəl sözlərdən biridir. Davam edirik. 9-cu bəndimiz next sözü ilə əlaqədardır. Burada deyir ki, next gələn mənasına, yəni növbəti mənasında isimlərlə işlənirsə, bu olur sifət. The next isə növbəti deməkdir. Zaman bildirməyən isimlərlə işlənir. Deməli, burada article fərqi var. Baxın, article fərqi. Birində var, birində yoxdur. Bir daha buna mütləq şəkildə deyirik. Deyir ki, gələn növbəti mənasındadırsa, bax, orada zaman mənalı isimlərlə işlənir və biz article qoymuruq. Amma the next növbəti mənasındadırsa, mütləq şəkildə the next station, növbəti stansiya. Amma orada zaman zərfidir. Belə deyil, zaman zərfidirsə, mən orada article işlətmirəm. Orada the next növbəti mənasındadırsa işlədirəm. Bu late-ə də aiddir. Biz burada artıq zərfdən başqa şey məsələsinə də yönəlirik. Article məsələsinə də yönəlik fikir verin. Bax, bu iki dənə mərhələ 9 və 10-cu bəndlər həm zərfə aiddir, həm sifətə aiddir, həm artikla aiddir. Əgər burada zaman zərfi kimi verirsə, lastda da, nextdə də article yoxdur. Amma mən burada next'in növbəti, lastı isə sonuncu mənasında işlədirəmsə, mütləq article olmalıdır. Bəzən abituriyentlər mənə sual verəndə ki, məsələn, mənim feildən nə qədər sual düşür? Və yaxud da ki, passivdən nə qədər sual düşür? Yoldaşlar, bir qaydadan bir sual düşmür. Bir test bir neçə qaydanı əhatə eləyə bilər. Məsələn, zərfdən sual salar, A variantı zərfə görə səhv çıxdı, B, C, qaldım D ilə Y-nin arasında. Bəli, D ilə Y-ni bax bu inteqrasiya olmuş hissəni verə bilər. Növbəti mənasını article qoymasa yanlışdır. Deməli, bir test bir neçə qaydaya nə bilər? Xitab edə bilər. Ona görə çox diqqətli oluruq. Aha. Deməli, bizim zərfimiz bitdi. Videoları izləməyi unutmuruq. Maksimum dərəcədə paylaşırıq, dəstək oluruq ki, bütün hər kəs bundan yararlana bilsin. Hər kəsə uğurlar.